Azərbaycan Mərkəzi Bankının məlumatına görə 2025-ci ilin yanvar-fevral ayında ölkə bankları 179,4 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,3% azdır. Bankların əməliyyat mənfəəti isə bu ilin ilk 2 ayında 275,2 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 7,7% azdır. Qeyd edək ki, 2024-cü ilin yanvar-fevral aylarında banklar 209,8 milyon manat xalis mənfəət, 298,3 milyon manat məbləğində əməliyyat mənfəəti əldə edib. Bu azalma nə ilə bağlıdır? Mövzu ilə bağlı bizim mediaya danışan iqtisadçı ekspert Natiq Cəfərli deyir ki, bankların gəlirlərinin azalmasının əsas səbəbi konservativ kredit siyasətinə keçilməsidir. Banklar risk ola biləcək sahələrdə kredit verilməsini azaldıblar. Bu da müəyyən gözləntilərlə bağlıdır. Manatın məzənli dəyişikliklərinin yüksəlmə ehtimalı olduğuna görə banklar etibarlı kredit siyasətinə keçmək, riskləri azaltmaq istəyirlər. Təbii ki, kreditləşmə azaldıqca bankların da gəlirləri aşağı düşür. Bu tendensiyanı izləmək lazımdır. Əgər bu qalıcı bir tendensiya olsa, o zaman bankların da dayanıqlığında müəyyən problemlər yaşana bilər deyə iqtisadçı ekspert bildirib.